Ermənistan, Azərbaycan xalqına qarşı ən amansız cinayətlərdən birini Kəlbəcərin Başlıbel kəndinin sakinlərinə qarşı törədib. Kəlbəcər işğal olunarkən kəndin 30 sakini 113 gün mühasirədə, ac-susuz vəziyyətdə kahalarda gizlənərək yaşamaq uğrunda mübarizə aparıb. 1993-cü il martın 31-də isə Ermənistan Silahlı Qüvvələri günahsız mülki Azərbaycanlıları Kəlbəcərin tunel deyilən ərazisində puskuya salaraq gülləbaran edib. Nəticədə mülki insanlar qətlə yetirilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında həmin hadisələr zamanı zərər çəkənlər ifadə verdilər. Zərər çəkmiş Elşad Alışov məhkəməyə ifadə verdi ki, yaşadığı Laçın rayonunun Şam kəndi Kəlbəcər rayonu ilə yanaşı ərazidə yerləşir. Kəlbəcər işğal olunanda kəndi tərk etmək məcburiyyətində qalıblar. Amma Ermənistan Silahlı Qüvvələri mülki əhaliyə imkan verməyib. 1993-cü il martın 31-də avtomobilləri Kəlbəcərdə tunel deyilən ərazidə mühasirəyə düşüb. Avtomobildə anası, bacıları, qardaşı və digər qohumlar olub. Tuneldə pusku quran Ermənistan ordusu bütün Azərbaycanlıları gülləbaran edib. Onlarda müdafiə üçün heç bir silah olmayıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda zərər çəkən dedi ki, hadisə zamanı atılan güllələrdən biri anasının ayağına dəyib. Hadisə zamanı anası və bacısı öldürülüb. Digər qohumları isə yaralanıb. İndiyədək həmin qohumlarının taleyindən xəbər yoxdur. Bəzi qohumları isə girov götürülüb. Sağ qalanlar birtəhər canlarını qutarıb Murova doğru irəliləyib. 3 gün Murovda yaralı vəziyyətdə qarın içində qalıblar. Zərər çəkmiş Elşad Əzizov isə dedi ki, Kəlbəcərin Başlıbel kəndində anadan olub və orada yaşayıb. 1993-cü il aprelin 3-də kənd işğal olunanda Ermənistan Silahlı Qüvvələri mülki əhaliyə kəndi tərk etməyə imkan verməyib. Silahsız olan kənd sakinləri müdafiə olunmaq üçün məcburi şəkildə dağlara sığınıb. 18 gün dağlarda, kahalarda, yəni mağaralarda yaşayıblar. Aprelin 18-də ermənilər kahalara hücum edərək onları atəşə tutub. 12 nəfər şəhid olub, bəziləri yaralanıb, 14 nəfər isə girov götürülüb. Bundan sonra sağ qalanlar 2 qrupa bölünərək yerlərini dəyişiblər. Mayın 12-sində gecə gizli şəkildə əvvəl qaldıqları kahalara qayıdaraq şəhidləri dəfn ediblər. Zərər çəkən ifadə verdi ki, həmin vaxt Ermənistan ordusu onlara zülm verib. Atanı oğlun gözləri qarşısında gülləliyiblər. 113 gün Ermənistan Silahlı Qüvvələrinin mühasirəsində kahalarda yaşamaq uğrunda mübarizə aparıblar. Günlərlə ac-susuz qalıblar. Bəzən isə həyatlarını təhlükəyə ataraq gecələr gizli yolla kənddəki evlərinə gedib ərzaq götürüblər. Zərər çəkən bildirdi ki, 113 gündən sonra gizli yolla Daşkəsən rayonuna gəlib çıxıblar. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda bildirdi ki, ermənilərin Kəlbəcərə ərazi iddiası 1987-1988-ci ildən başlamışdı. Ermənilər Azərbaycanlıları evlərini tərk etməsi üçün təzyiq göstərib. Kəlbəcər işğal olunanadək rayonda müxtəlif faciələr törədilib. Kənd işğal edilənədək isə Başlıbelin 1500-dən çox sakin olub. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda dedi ki, Kəlbəcər işğal olunanda Ermənistan Silahlı Qüvvələri mülki əhalini 4 tərəfdən mühasirəyə alıb. Məqsəd əhalini məhv etmək olub. Çünki çıxış üçün mülki Azərbaycanlılara yol verilməyib. Əhalinin yeganə çıxışı Murov istiqamətində dağ yolu olub. Məhkəmədə ifadə verən Habil Ələsgərov da Kəlbəcərin işğalı zamanı zərər çəkənlərdəndir. Dedi ki, Başlıbel işğal olunanda kənddən çıxa bilməyən 76 nəfər olub. Onlardan 62 nəfəri canlarını qurtararaq kahalara sığınıb. Aprelin 5-də Ermənistan Silahlı Qüvvələri kəndə hücum edərək evləri yandırıb. Aprelin 18-dən sonra isə Ermənistan ordusu kəndə yerləşib. Evlərə daxil olub qarət ediblər. Aprelin 18-də isə onların sığındığı kahalara hücum edərək 12 nəfəri qətlə yetiriblər. 14 nəfər isə girov götürüblər. Zərər çəkən ifadəsində həmin vaxt ermənilərin mülki Azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışaraq söylədi ki, düşmən yaşlı, qadın, uşağa aman demədən güllə açıb. Ermənilər kahalara hücum edən zaman onun anasını da gülləliyiblər. Bəzi Azərbaycanlıları öldürərək meyitini yandırıblar. Bəzi Azərbaycanlıları suda boğublar. 8 yaşlı uşağı amansızlıqla öldürüblər. 113 gündən sonra kahaları tərk edəndə babası orada qalıb, Başlıbeli tərk etməyib. İndiyədək də babasının taleyindən xəbər yoxdur. Zərər çəkən ifadə verdi ki, Ermənistan Silahlı Qüvvələri Başlıbeldə onun 3 ailə üzvünü gülləliyib. Məhkəmədə hadisədən sonra Başlıbeldən çəkilmiş kadrlar nümayiş olundu. Habil Ələsgərov kadrlarda nümayiş olunan kahaları göstərərək dedi ki, orada 113 gün ərzaq və tibbi təminatları olmadan qalıblar.
Ermənilər 7 yaşlı uşağı həmin kahada anasının gözü qarşısında güllələyiblər. Zərər çəkən baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda söylədi ki, Başlıbel üçün yeganə çıxış tunel deyilən yol olub. Amma Ermənistan ordusu orada pusqu quraraq yolu bağlayıb. Ərazidə gizlənmək üçün meşədə olmadığından ümid kahalara qalıb. O, həmin kahalarda günlərlə ac-susuz, qaranlıqda qaldıqlarını dedi. Bildirdi ki, onlar ya kahalarda acından ölməli, ya da həyatlarını təhlükəyə ataraq gecə gizli şəkildə kəndə ərzaq dalınca getməlidirlər. Məhkəmədə ifadə verən tacirə Ələsgərova da Ermənistanın Kəlbəcərin Başlıbel kəndini işğal etməsi zamanı zərər çəkib. Bildirdi ki, kahalara hücum edən Ermənistan silahlı qüvvələri kənd sakinlərinə zülm verib. Aprelin 18-də kahalara edilən hücum zamanı qolundan yaralanıb. Zərər çəkən dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirdi ki, onlar 113 gün kahalarda soyuqda, ac-susuz vəziyyətdə sanki cəhənnəm yaşayıblar. Zərər çəkən Ədalət Abbasov isə bildirdi ki, onlar aprelin 13-də məcburi şəkildə Laçından Kəlbəcərə gəliblər. Çıxış üçün yeganə tunel yolu da Ermənistan silahlı qüvvələri tərəfindən bağlandığından Başlıbel sakinləri ilə bərabər kahalara sığınıblar. Ermənilər burada da onları rahat buraxmayıb. Kahalardakı ac-susuz vəziyyətdə olan mülki insanlara hücum edərək onları güllələyiblər. Zərər çəkən dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda dedi ki, Ermənistan ordusu onların qaldığı kahaları aşkarlayıb, atəş açdığından tez-tez yerlərini dəyişməli olublar. Aprelin 18-də ermənilər kahalara hücum edəndə 14 nəfəri girov götürüblər ki, onların əksəriyyəti qadın və yaşlı olub. Həmçinin kəndə edilən hücum zamanı evləri içində olan mülki əhali ilə birlikdə yandırıblar. Zərər çəkmiş Rüstəm Ələsgərov isə ifadəsində bildirdi ki, 1993-cü il aprelin 5-də Ermənistan silahlı qüvvələri kəndə hücum edib. Bir neçə saat dayanmadan kəndi atəşə tutublar. Bundan sonra ermənilər mütəmadi olaraq kəndə gələrək mülki insanlara atəş açıblar. Kənd sakinlərinə dəhşətli işgəncələr verərək onları qətlə yetiriblər. Aprelin 18-də isə kahalardakı mülki azərbaycanlıları aman vermədən öldürüblər. Yaşlı qadınlara zülm veriblər. Bir ailənin bütün üzvlərini güllələyiblər. Az yaşlı uşağı ananın qucağında qətlə yetiriblər. Zərər çəkən dedi ki, həmin vaxt o qardaşı ilə bərabər girov götürülənlər arasında olub. Girovların əksəriyyəti yaşlılar, qadınlar olub. O, qardaşı ilə bərabər birtəhər qaçaraq canını qurtarıb. Sonra başqa kahaya sığınıblar. Zərər çəkən dedi ki, həmin vaxt hava soyuq, şaxtalı olub. Gündüzlər gizlənib, gecələr ərzaq axtarıblar. Zərər çəkmiş şəxslərin nümayəndələrinin suallarına cavabında zərər çəkən hücum edənlər arasında xarici ölkələrdən muzluların da olduğunu dedi. Girov götürülənlərin bəziləri sonradan dəyişdirilib. Həmin insanlara girovluqda dəhşətli işgəncələr verilib. Zərər çəkən ifadə verdi ki, ermənilər kənd sakinlərinə zülm verib. 2 ayağı olmayan yaşlı kənd sakininə işgəncələr verdikdən sonra məktəbin həyətinə apararaq orada yandırıblar. Zərər çəkən Əli Zeynalov isə tunel hadisəsində qohumlarını itirib. Məhkəməyə ifadə verdi ki, 1993-cü il martın 31-də tunel deyilən əraziyə gələndə ermənilərin puskusuna düşüblər. Ermənistan silahlı qüvvələri heç kimə aman vermədən yaşlıları, qadınları, uşaqları gülləbaran edib. Dövlət ittihamçılarının suallarına cavabda dedi ki, onlar Kəlbəcəri 2 günə Murov istiqamətindən tərk edə biliblər. Məhkəmədə ifadə verən Arif Süleymanov isə dedi ki, aprelin 1-də mühasirədə qalan ailə üzvlərinə kömək etmək üçün piyada yolla Murov dağını aşaraq Kəlbəcər istiqamətinə getmək istəyib. Tərtər çayı boyu ərazi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün gedə bilməyib. Yanşaq kəndi ərazisindən geri qayıtmaq məcburiyyətində qalıblar. Bir gün əvvəl isə Kəlbəcərdən qalxan sonuncu vertolyot da Ermənistan silahlı qüvvələri tərəfindən vurulub. Ermənistan ordusu tunel deyilən ərazidə azərbaycanlıları puskuya salmaq üçün mövqe tutub. Tuneli keçməyə cəhd edən bütün avtomobilləri atəşə tutublar. Ona görə də insanlar məcburən Murova doğru istiqamət götürüb. Həmin yolu isə şaxtalı, qarlı havada getmək olduqca çətin idi. Kəndi tərk edən əhalinin böyük əksəriyyəti yaşlı olduğundan irəliləyə bilməyib. Zərər çəkən dedi ki, Başlıbel kəndi işğal olunan zaman anasını itirib. 1993-cü il aprelin 3-də Murov yolu da tam bağlanıb. Məhkəmə prosesi mayın 15-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.